Salam dostlar, videoya xoş gəldiniz. Bugün ən çox suallarda çətinlik çəkilən yerlərdən biri olan kök altında birinci dərəcəli radikalda əslində bu çətinlik çəkilmir, sadəcə yol bilmədiyi zaman biraz qorxulu görünür, amma heç bir qorxusu yoxdur. Yəni bu sualın elə bir asan yolu göstərəcəm ki, bu şəkildə yazdığınızda heç bir yolla getməyəsiniz. Yəni gördüyünüz bu qədər yolu getməyəsiniz. Sadəcə onu yazıb həll edəcəksiniz. Zaten bu kitablarda var. Bundan əvvəlki videolarımda kök altında i-ni də çıxarmışdım. İndi radikalda i-ci qüvvətdə 3 olacaq. 4, 5, 2.5 kimi bunları həll edəcəm, göstərəcəm sizə. Siz də digərlərini də görəndə həll edə bilərsiniz bu şəkildə. Yəni biraz trigonometri edə bilərsiniz. Biz bilirik ki, e üstünə pi plus 1 bərabər 0. Bu Eulerin formuludur. Bu da dünyanın ən gözəl riyazi formullarından biri idi. İndi keçirəm kök altında 3-cü dərəcədən i bərabər sual. Biz demişdik ki, bunu kök altı üçün i-ci dərəcə, əgər o videoya baxmısınızsa və ya başqa yerdə görmüşsünüzsə, a plus b şəklində iki hissəyə bölürük. A real hissəsi, b isə imaginary hissəsi, yəni xəyali hissəsidir. Biz bunları bölüb, indi hər tərəfdə 3-cü dərəcə qüvvəti yüksəltəcəm. Çünki burada i qalsın ki, mən bunu tam həll edeyim və adi riyazi həll yoludur. Məsələn, burada i yerine başqa bir, elə bir i kök altında mənfi 1 deyil, yəni hər də fikir ala bilərsiniz. I bərabər a plus b-nin kubu, kvadratı nə idi? Birincinin kubu üstə gəlsin, 3 vurulsun, birincinin kvadratı vurulsun, ikinci, sonra üstə gəlsin, 3 vurulsun, ikincinin kvadratı vurulsun, birinci, üstə gəlsin, ikincinin kubu. İndi birincinin kubu a kubdur, üstə gələk, birincinin kvadratı vurulsun, 3 vurulsun, ikinci, yəni 3a kvadrat b-i minus. Var minus qoyulsun, çünki bu b-nin kvadratı. i nə idi? Kök altında mənfi, kvadratı yüksələndə mənfi 1 idi. Yəni mənfi 3b kvadrat a minusda. Minusun olması səbəbi i kub bilirik ki, mənfi idi. Burada mənfi b kub idi. b-nin də kubu b kubdur. İndi burada yapmışam ki, a kub minus 3b kvadrat a bərabər 0. Bəs bura hardan, hansı nəticədən gəlib çıxdım? Baxın, dedim ki, burada i alınır. Görürsünüz, burada i var. Amma bizim burada görürük ki, i-nin qabağında heç bir şey yoxdur. Yəni plus 0 var. 0 da nə idi bunun? Real hissəsi. Real hissəsi 0-dırsa, onda bu a görürəm ki, qabağında i-li bir funksiya, i-li bir i yoxdur qabağında. Eyni şəkildə bu gördüyünüz mənfi 3b kvadrat a-da da yanında i yoxdur. Deməli, bu real hissədir. Onda a kub minus 3b kvadrat 0 real hissəyə, yəni 0-a bərabər olmalıdır. Onda 0-a bərabər eləyirəm. İkincidə də görürəm ki, i-li tapıram. Bir dəfə i var da. İndi xəyali hissəli idi. 3a kvadrat b-i və b kub i idi. Gətirib bununla bərabərəm i-yə. İndi a kub yuxarıdakına baxın. A kub minus 3b kvadrat a. Keçirsəm ikincini sağ tərəfə. Görürəm ki, a kub bərabər 3b kvadrat a. Burada a həm 0 çıxır, həm də a gələndən sonra a kvadrat minus 3b kvadrat. O da kvadratlar fərqindən a minus b kök 3, a plus b kök 3 olar. A minus kök 3 bunları həll etdiyimizdə kökün biri b kök 3, digəri a mənfi b kök 3 olar. A-ya 0 qoya bilmərəm, çünki 0 qoyduğum anda təmin qoyduğumda 0 0 anda 0-a bərabər olmuş. Bu xeyr, olmaz belə təmin. Çünki 0 bura qoyanda i alınmazlar. Burada da baxın, görürsünüz yoxdur. Mənfini qoymuram, mənfini qoysam müsbət çıxacaq, onun üçün sadəcə müsbət kök götürürəm. Gətirdim 3a kvadrat b minus b kub. Bu hal nə idi? Baxın elə bu. Hər tərəfi i-yə böldüm. Sonra nə qaldı? Gətirdim a-nın yerinə b kök 3 haradaydı o? B kök 3'ü qoydum və yerində nə qaldı? A-nın kvadratı nə idi? B kvadrat vurulsun 3 edəcək onda. Ona 9b kvadrat minus 9b kub minus b kub bərabər 1. B kubu çıxarım, nəsə çıxarmasam da olardı. Yəni 8b kub qalırdı. Onu da hər tərəf 8-ə bölüb keçirəm bu tərəfə. B kub bərabər 1 bölü 8. Deməli b 1 bölü 2 imiş. Yəni 0.5. İndi b nəyim? A nəymiş? B-ni tapdıq. A-da b-nin kök 3 qatı idi. Yəni 1 bölü 2-ni kök 3-ə vuran kök 3 bölü 2 alınır. İndi keçirik ikinci yol. Görürsünüz bu şəkildə A-nı tapıb B-ni tapıb yaza bilərsiniz. Nə idi? Baxın. Kök 3 kök altında 3-cü dərəcə i a plus b idi. A nədir? Kök 3 bölü 2. B nədir? 1 bölü 2. Deməli kök 3 bölü 2 plus 1 bölü 2 imiş. İkinci yolumuz keçən dəfə izah etdiyim yol olan siz gəlib burada kanalda videoya baxa bilərsiniz. Yəni kök nə tərəf tapırdıq bunları? Yəni e üstündə pi niyə mənfilərə bərabərdir? O kanalda izahı var. Ona da baxa bilərsiniz. İndi bura baxırıq. I bərabər e üstündə pi bölünsün 2-dir. Və bilirik ki, e üstündə xi, x də radian cinsindən olur. O da bərabər kosinus teta plus i sin teta. Bu da kanalda var. Sadəcə mən burada görərsiniz e üstündə pi mənfilərə bərabərdirsə, e üstündə pi bölü 2i də kök altına salıram, i yerini vermiş olur. Yəni burada çətin bir şey yoxdur. İndi 3-cü dərəcədən almış olar. İndi i-ni bilirəm. Bu kök 3-cü dərəcədən dediyimiz zaman nə idi? Elə 1 bölü 3 da üstündə qüvvətdə 1 bölü 3. Onda 1 bölü 3 yazıram burada. Baxın.
Ne olur? E üstündə pi bölü 6. Və bunu da gətirib bu pi də məsələn e üstündə x olanda kosinüs x plus i sinüs x olur. Yuxarıdakı x, yəni radian cinsindəkini gətirirəm kosinüsün və sinüsün içərisindəki o buzağın yerinə qoyuram. Radian cinsinə çevirirəm və kosinüs 1 bölü 6, yəni 30 dərəcədə kök 3 bölü 2, sinüs 30 dərəcədə 1 bölü 2. Gördüyünüz heç bu yuxarıdakı yol getmədik. Hətta bunlar da yazmaya bilərsiniz. Yəni buna göstəriş üçün idi. Yəni baxanda göstərişdə, yəni biz görən kimi də bu ikisini gedə bilərsiniz. Ən çox minimal gedəcəyiniz yol budur. Maksimal gedəcəyiniz yol budur. 2 dənəsi. Yəni yuxarıdakı kimi həll etməyinizə gərək yoxdur. Və çünki daha artıq 4-cü dərəcəyə gedəndə başlayasınız a plus b-nin üstü 4 açmağı tək-tək. O zorda, amma baxdığınız çox asan bir yoldur. Yəni kök altında 4-cü dərəcənin i deyək. O da bərabər e üstündə pi bölünsün 2. Radikalda 4 olanda 1 bölü 4 idi. O da pi bölü 8. O da kosinüs pi bölü 8 plus i sinüs pi bölü 8. 1 bölü 8 15 dərəcədir. Kosinüs 15 dərəcə kök altı plus kök 2 bölünsün 4 plus i vurulsun sinüs 15 dərəcə kök altında 6 minus kök 2 bölünsün 4. İndi 5-ci dərəcəyə baxaq. Eyni şəkildə 5 ilə belə vururuq. Kosinüs pi bölü 10 plus i sinüs pi bölü 10. 18 dərəcədir. Bunun 36 dərəcə tapmışdıq. Sizin eyni şəkildə kanalda var. Kosinüs 36 dərəcənin trigonometrik və köklər düsturunun həllini tapmışdıq. Kök altında 10 plus 2 kök 5 bölünsün 4'dür 1. i kök altında 5 minus 1 bölü 4 də digərdir. 2 onda 5 olanda eyni şəkildə 1 bölü 2 onda 5'ə vururuq. O da pi bölünsün 5. Kosinüs pi bölü 5 plus i sinüs pi bölü 5. Bununla dediyim kimi göstərmişim kanalda video var. O kosinüs 36 dərəcə bərabər sual işarəsi. Kök altında 5 plus 1 bölünsün 4 və pi i vurulsun kök altında 10 minus 2 kök 5 bölünsün 4. Gördüyünüz kimi bu boyda yəni zor görsənən həlli biz qısa şəkildə isbatladığımız, keçən dəfə isbatladığımız yolla getdik və çox qısa bir şəkildə hamısını yazdıq. Yəni gördüyünüz kimi çox asandır. Bugünkü videomuzda bura qədər. Əgər kanalda bir video görmək istəyirsiniz, videoları bəyənib kanala abunə ola bilərsiniz və yorumlarda nə haqqında video görməsini istəyirsiniz yaza bilərsiniz. Sağ olun.